Yasamal sakinləri sahibsiz itlərin əlindən zara gəliblər. Vətəndaşlar bildirirlər ki, ərazidə nə gecə, nə də gündüz küçəyə çıxmaq mümkündür. Yerli sakinlərin sözlərinə görə küçə itləri idarə olunmaz vəziyyətə gəlib. Bu da son günlər təhlükəli vəziyyətlər yaradır. Sakinlər bildirirlər ki, itlər dəfələrlə uşaqlara, böyüklərə hücum edib. Onların sözlərinə görə artıq bu məsələ bütün məhəllənin təhlükəsizliyinə təhdiddir. Dəfələrlə olub, sahibsiz itlərdir bunlar. Təhlükə yaradır həm uşaqlar üçün, həm valideynlər üçün, yəni əsas da qadınlar, uşaqlar üçün. Bir neçə dəfə olub, bəli. Özüm də şahidi də olmuşam. İtlərin əlindən burada keçmək mümkün deyil bala. Keçəndə, sakit keçəndə adətən otururlar, amma o günü mən aynadan gördüm ki, bir dənə uşağın arxasınca qaçdılar, uşaq qışqırdı, qaçdı. Bir də o tərəfdə park var, uşaq parkı. O uşaq parkının yanına axşam 6-dan sonra, gündüz də olurlar, amma axşam 6-dan sonra keçmək mümkün deyil. Mənim nəvəm də var balaca, yəni biz də çox qorxuruq. Yəni xahiş edirik ki, o müəyyən əlaqədar təşkilatlardan bu işə bir əncam çəksinlər də. Biz çox qorxuruq. Aşağı düşəndə, aşağı biz qorxuruq uşaqla düşəndə, çıxanda. Dəfələrlə axşamlar olanda itlərin yığıncağına düşmüşəm. Amma mən yaşıma görə, təcrübəmə görə onlardan müdafiə olmanın yollarını bilirəm. Amma balaca körpə uşaqlara hücum eləsə, onu kimsə müdafiə eləyə biləcək? Uzun müddətli axtarış və zənglərimizdən sonra nəhayət ki, Yasamal rayon icra hakimiyyətində suallarımıza cavab verən kimsə oldu. Qurumun rayon təsərrüfatı şöbəsinin müdiri Cəmil Qarayev verdiyimiz suallara bircə cümlə ilə cavab verdi. Stat: Sakinlər tərəfindən məlumat daxil olduqda İdeal Animal Center ilə əlaqələndiririk. Statın sonu. Suallarımıza ətraflı cavab almaq üçün yenidən müraciət etsək, heç bir cavab ala bilmədik. Sakinlər isə konkret və davamlı tədbirlərin görülməsini tələb edirlər. Musa Hüseynli, Xaliq Babayev, APA TV.